Salam dostlar, mən Onur Rəsulov, Asfinlabdan. Bugün yenə real hesabda ticarətimizi realize etməyə çalışacağıq. İlk öncə Euro USD-dən başlayırıq. Yenə də Euro USD hal-hazırda range'in içərisindədir. O cümlədən USD franka baxaq. USD frankımız da range'in içərisindədir hal-hazırda. Okay, gözləyirik. Euro USD yuxarı range qırıb, amma USD frank hələ ki range içərisindədir. Ona görə də biz dərhal əməliyyata girmirik və gözləyirik. Çünki USD franka baxın. Baxmayaraq ki, Euro USD yuxarı qırdı, amma USD frank hələ range'in içərisindədir. Qeyd edin. Ona görə də USD frank aşağı qırmalı idi. Euro USD yuxarı qırılırsa, USD frank aşağı qırmalı idi. Hələ ki biz girmirik. Çünki bu fake siqnal ola bilər və belə deyək, stop loss ehtimalımız bu halda yüksək olur. Hələ də gözləyirik. Hələ USD frank range'dən çıxmayıb. Diqqət edin, USD frank range aşağı qırmayıb. Ona görə də Euro USD-də olan bu yuxarı yönlü qırılma fake breakout ola bilər. Yəni dərhal geri qayıda bilər və biz stop loss ola bilərik. Ona görə gözləyirik hələ ki. GBP USD-yə baxaq. GBP USD-də hələ siqnal yoxdur. Range'in içərisindədir. 1 Euro USD range qırıb. USD frank qırmaq istəyir range'i. Aha, önce aça bilər Euro USD-də. 2.5 lotdan bayasdıq. Stop lossumuzu təxminən bura qoyacağıq. 1.18084. Təxminən bura. Take profitimiz isə bu hissəyə qoyulacaq. Təxminən 1.18270. Təxminən bura. Gözləyək. Euro USD-nin hələ kifayət qədər gücü var getməsi üçün və gözləyirik. Bu çox böyük ehtimal əməliyyatdır. Çünki həm bazarda güc var və bu gücdən dolayı da avro dolların kifayət qədər hələ gedəcək yeri var, belə deyək. Diqqət edin. Hələ cəmi bugün üçün enerjisinin deyək 12-13%-ni sərf edib və əlavə olaraq da USD frank da aşağı yönlü qırıb, sərt bir şəkildə qırıb. Ona görə də böyük ehtimalla avro dollar bu səviyyəyə gələcək və gözləyirik. İstənilən halda bilirsiniz, trading ehtimal oyunudur. 100%lik heç bir strategiya yoxdur. Burada sağ qalanlar sadəcə risklərini idarə edənlər və belə deyək, yüksək ehtimallı setuplardan istifadə edənlərdir. Başqa cür mümkün deyil. Amma hətta sizin 99% işləyən strategiyanız olsa belə, əgər risk menecment yoxdursa, yəni hər dəfə nə qədər risk götürməliyəm, hesabın neçə faizini risk götürməliyəm, o yoxdursa, sonda itirəcəksiniz. Çünki ola bilər siz 10 dənə trade ard-arda qazanasınız. 11-ci təsəvvürə gətirin, 10 dənə trade edirsiniz, hər dəfə 2%, 3% və 5% risk götürürsünüz balansınızın. 10 dənə belə qazansınız, sonra gəlir məsəl üçün 50% risk götürürsünüz birdən-birə ki, bu gün mən bir gün içərisində zəngin olub çıxacaq. Və 10 günə qazandığınızı bir gün içərisində itirə bilirsiniz. Bu baxımdan ki, böyük belə deyək, əksəriyyətin dediyi yanlış burdadır. Siz hər dəfə əməliyyat açanda mütləq şəkildə stop lossunuzu qoymalısınız və belə deyək, strategiyaya sadiq qalmalısınız və sonra da bazar öz işini görəcək.
Bunu bilmek. Bir sonraki aşağı. Ve stop loss oldu. Növbəti əməliyyatı gözləyəcəyik. Əgər avro dollar aşağı yönlü qırsa satışa keçəcəyik. USD frank da yuxarı qırmaq istəyir. Və əsas hədəfdə həmin o stop lossu bərpa etmək olacaq. Gözləyirik. GP USD-nin də GP USD qırıb aşağı getmiş. Onu artıq ötürmüşük. Euro-da baxaq. Euro da yuxarı vurub. Euro USD-ni gözləyirik. Ya aşağı qıracaq, ya da yenidən yuxarı gedəcək. Növbəti fürsəti biz gözləyirik. GP altda range içərisindədir. Bir də bir nüans qeyd edim. Əgər bazar müəyyən müddət belə konsolidasiya olursa və bu rangedən çıxıb daha çox getmə ehtimalı var. Yəni daha uzağa getmə ehtimalı var. Bu vaxtdan hətta 1.3-ə, 1.4-ə belə belə deyim, stop loss take profitləri müəyyən etmək olar. Əgər belə konsolidasiya olursa və bu da bir müşahidədir. Çünki biz uzun zaman backtest edəndə biz gördük ki, əgər bazarda belə konsolidasiya düşürsə və o konsolidasiyadan sonra bazar bir tərəfə gedirsə, o daha çox gedir. İndi əgər aşağı düşərsə, daha çox aşağı getmə ehtimalı var. Ona görə biz gözləyirik. USD frank yuxarı yönlü qırmaq istəyir. Euro USD hələ ki range içərisindədir və gözləyək. Okay. USD frank qırdı. Range qırdı. Böyük ihtimalle USD qıracaq. USD frank qırıb və mən artıq burada misal açıram. Gecikməyim deyə.
Stop loss'umuzu təxminən bura qoyuruq. 1.18 109'a. Təxminən bura. Take profit ədimizi isə bura qoyuruq. 1.17 907 təxminən. Təxminən buralara qoyacağım. Və qeyd etdiyim kimi, avro dollarda böyük hərəkətli ola bilər. Çünki bu konsolidasiyadan sonra bir tərəfə daha çox gedir. Gözləyək. Bizim zərərimiz 252 dolar olub. Gözləyirik. USD frank artıq hədəfinə vurub. Avro doları gözləyirik. Diqqət edin, USD frank. Browser'dan istifadə etdiyim üçün biraz trading gecikir. Bu USD frankdır. Artıq hədəfinə vurub. Biz Euro USD-ni gözləyirik ki, o da getsin, aşağıda hədəfinə vursun. Okay, gözləyirik. Bu əməliyyatımızda stop loss ola bilərmi? Bəli, hər zaman. Əgər iki əməliyyatda stop loss olarsa, biz həmin əməliyyatı artıq həmin günü ticarəti dayandırırıq və növbəti günə gözləyirik, növbəti günü gözləyirik. Çünki bir yerdə məhdudiyyət qoymasanız, bu təkrarlana bilər. Bəzən o pis şans belə deyək, cluster halına gəlir. Bad luck deyilir. O cluster şəklində gəlir, bir yerdə gəlir. Ona görə onu qırmanın ən yaxşı yolu, əgər siz bir gündə 2 dəfə stop loss olursunuzsa, emosional disiplini qorumaq üçün ən yaxşısı həmin gün artıq ticarəti dayandırmaqdır. Yəni stop loss olaraq bu əməliyyatda təbii ki, bu əməliyyatda stop loss ola bilər. Hər zaman bu ehtimal vardır. Amma dediyim kimi indi artıq uzun müddət bazarı izlədiyiniz zaman görürsünüz ki, belə konsolidasiya olduğu zaman bazar bir istiqamətdə çıxır gedir artıq və mən də avro doların bura gələcəyini gözləyirəm. Bəzən bazar insan psixologiyasını test edə bilir. Amma önəmli olan təbii ki, bu işin ən çətin tərəfi emosional disiplindir. Çünki siz istiqaməti tutalım ki, düzgün bilirsiniz, amma bəzən bazar o hissəyə gedənə qədər həddindən artıq çox yora bilir sizi və tradingin ən çətin tərəfi budur, emosional disiplin. Amma təbii ki, sistemə sadiq qalmaq tək yoldur. Siz sistemə sadiq qalmalısınız, fərqi yoxdur hər hansı bir sistem. Əgər onu test etmisinizsə, öz sisteminiz, öz strategiyanız effektivdirsə, tutalım siz 10 trade edirsiniz və ya 20 və ya 100 trade edirsiniz, bilirsiniz ki, onun effektivlik faizi, win rate neçədir və onlar içərisindən belə deyək, neçə faiz qazanırsınız, neçə faiz itirsiniz və sonunda bilirsiniz ki, qazanc çıxırsınız və hesab kitabınızı etdikdən sonra belə deyək, ticarətə daxil olursunuzsa, mütləq şəkildə artıq ona sadiq qalmalısınız. Çünki qeyd etdiyim kimi bəzən ola bilər ki, bazar tamamilə sizin səbrinizi test edir və bəzən insanlar tez çıxır və yaxud da ki, müəyyən bir iki tradedən sonra həvəsdən düşür. Amma önəmli olan burada belə deyək, stratejiyə sadiq qalmaqdır.
Bu arada bilirsiniz bu həftə çox vacib bir xəbər açıqlanacaq Amerikadan. Əmək bazarı ilə bağlı xəbər açıqlanacaq və non-farm payrolls cümə günü açıqlanacaq və eyni zamanda ümumi işsizlik səviyyəsi. Son olaraq Amerikada ümumi işsizlik səviyyəsi 4,4% idi, hansı ki 4-ün üzərindədir və bu Fedin hədəf işsizlik səviyyəsindən yuxarıdır. Ona görə əgər işsizlik səviyyəsində artım olarsa və xüsusilə qeyri-kənd təsərrüfatı sahəsində yaradılan yeni iş yerlərinin sayı, yəni non-farm payrolls son olaraq gözləntidən az açıqlanmışdı. Bu həftə də əgər non-farm payrolls-da azalma olarsa, yəni yeni iş yerlərinin sayında azalma olarsa və əlavə olaraq ümumi işsizlik səviyyəsində artım olarsa, bu artıq federal ehtiyatların faiz dərəcəsinin aşağı salacağı ehtimalını gücləndirir. Dolayı bu da dolara neqativ təsir edəcək. Ümumən inflyasiya bildiyimiz kimi hələ ki Fedin istədiyi səviyyədədir. 3%-in altındadır hətta. Amma işsizlik əmək bazarı ilə bağlı neqativ tendensiya var. Ona görə də bazarda əslində bir gözləmə mövqeyi də var. Çünki hələ ki əmək bazarı ilə bağlı hansı göstəricilər açıqlanacaq, bir də investorlar onu görmək istəyirlər. Ona əsasən əslində pozisiya alırlar. Belə vacib xəbərlər olan vaxtda adətən bazar bir konsolidasiya, yığım mərhələsinə daxil olur. Çünki əksəriyyət öz riskli pozisiyalarını ya bağlayır, ya mənfəətlərini belə deyək ki, götürürlər və gözləmə mövqeyinə daxil olurlar. Bu baxımdan da yəni bunu da diqqət etməniz lazım ki, hansı xəbərlər çıxır və bazar ona necə reaksiya verir. Biz gözləyirik hələ ki. Əslində avro dolların bu hissədən qayıtma səbəblərindən biri, diqqət edin, USD frank öz hədəfini vurmuşdu burada. Sürətlə getdi vurdu, avro dollar isə gəldi birinci səviyyəni vurdu və qayıtdı. Amma məncə USD frank hələ bu hissəni bir də test edəcək və euro USD-də hələ aşağı gedəcək. Çünki hələ gücü var, yəni hərəkət etmək üçün gücü var. Bu baxımdan mən gözləyirəm. Bunu necə ölçürük? Təbii bu mən istifadə etdiyim başqa bir sistemdir və hələ bazarın sərt olan enerjisi, yəni avro dollar üçün 10%-in altındadır hətta. Yəni bazarda hər hansı bir güc tükənməsi yoxdur. Yəni avro dolların kifayət qədər getməyə yeri var. Və bu baxımdan biz gözləyirik. USD frank yüksəlir, avro dollar da aşağı getmək istəyir və bizim əsas istədiyimiz hədəf bu hissədir. Yəni bəzən ola bilər ki, məsələn, tutaq siz baxdınız ki, USD frank bura toxunubsa, bu hissədən avro dolların qayıtması qeyd etdiyim kimi normaldır. Çünki bilirsiniz ki, artıq USD frank ilk olaraq hədəfə çatdı. Amma digər tərəfdən biz baxırıq ki, avro dolların hələ gücü var, getmək üçün, hərəkət etmək üçün gücü var. Ona görə biz gözləyirik. Yəni normalda bəzi traderlər tutan ki, bu hissədə artıq realizə edir. Burada stop loss olduqdan sonra bu hissədən az realizə edir, zərərinin bir hissəsini bağlayır və gözləyir. Amma məncə dediyim kimi mən düşünürəm ki, bazarın əldə etmə imkanı var və gücü var, avro dolların bura gəlməsini gözləyirəm. Və ikinci əməliyyat olduğuna görə artıq, çünki bu əməliyyatdan sonra bir daha əməliyyat açmayacaq. Stop lossumuzu çəkirik aşağı. Çünki bu əməliyyat artıq geri qayıdarsa stop losslar artsa, üçüncü əməliyyat açmayacaq. Ona görə stop lossu geri çəkdik. Və yenidən bu hissəyə qayıdarsa, bu stop lossun ehtimalı böyükdür. Ona görə biz stop lossumuzu aşağı çəkdik. Buradan aşağı gedəcək. Ki böyük ehtimal aşağı gələcək. Ən azından stop lossu artıq bu hissəyə gəlirsə avrolar, prinsipcə bu hissəni vurmalıdır. Amma təkrar bura qayıtsa və gəlib bu hissədə artıq stop lossun ehtimalı yüksək olur. Ondan mən stop lossu aşağı çəkdim. İkinci əməliyyatda təbii ki, bunu bir də eləmirik. Çünki birinci əməliyyatda adətən ehtimal daha yüksək olur. Amma ikincide ən azından zərərimizi azaltmaq üçün əgər stop loss olarsa, biz stop lossumuzu aşağı çəkdik. Dediyim kimi böyük ehtimal ki, bu hissəni gəlib avrolar götürəcək və gözləyirik.
İkinci tam bərpa olundu, amma gözləyirik. Bu qədər gözləmək istəyirəm. Ve o anda da stopunuzu daha da aşağı çekebilirsiniz. Çünkü bir ihtimal ancak buradan bir item varsa en azından siz çok üzerinde etmiş olarsınız. Yani görürsünüz ki bazar hareketen bir risk var. Biz en azından stopunuzu mainlarda çekebiliriz. Ve bunu ihtiyar bakıp etseniz daha məsləhətlidir. İhtiyar mesela bazardan hərəkət ediyordur. Ama bir də bir yolda main edebilirsiniz. Bizim təxminən 3 piximiz qalıb burada satmağa. Okay dostlar, prinsipcə arzular demək olar ki, bu hissəyə yaxınlaşıb. Mən artıq belə deyək, əməliyyatımı bağlamağı düşünürəm. Çünki get-gedə bazarım artıq volatillik azalmağa doğru gedəcək və prinsipcə burada əməliyyatımı mən bağlamaq istəyirəm. Demək olar ki, bu hissə çatdı. Mən TP-ni biraz aşağı qoymuşdum. Okay. Əməliyyatımızı tam mən istədiyim yeri vurmadım prinsipcə və okay dostlar, burada əməliyyatımızı bağladıq. Bəlkə də bundan sonra gedəcək, amma mən istəyirəm ki, losumu bərpa edim və mən bir profit gözləyirdim. Bu gün əslində çox kiçik bir profit elədik. Daha böyük ola bilər bu hissədə bağlasaydım. Amma önəmli olan əgər stop loss olmuşuqsa, tradingdən önəmli faktor olduğunuz yerdən geri düşməməkdir. Olduğunuz pozisiyanı qorumaqdır və əslində ilk hədəf belə deyə zərər bərpa etməkdir və mən biraz daha çox gəlir əldə etmək istəyirdim bu gün. Amma birinci bazarın artıq həddindən artıq çox müddət keçdiyi üçün bundan sonra tədricən bazarın güclü bitməyə doğru gedəcək. Əslində gəldi qiymət bu hissəyə, amma dediyim kimi mən artıq bu hissədən sonra gözləmək istəmirəm. Və dediyimiz kimi prinsipcə bu hissəni bazar gəlib vurmuş oldu. Sadəcə mən biraz TP-mi biraz aşağı qoymuşdum bu hissədən. Belə, bugünkü əməliyyat başa çatmış oldu. Loss oldu, amma stop lossumuzu bərpa etdik. İstənilən halda belə bir yanlış düşüncə də var ki, siz trade edirsinizsə hər gün gəlir əldə edəcəksiniz. Ümumiyyətlə hər gün müsbət bağlayacaqsınız pozisiyanınızı. Belə bir şey yoxdur. Bəzən ola bilər ki, loss olsun. Amma önəmli olan dediyim kimi olduğunuz pozisiyanı, olduğunuz mövqeyini qorumaqdır ki, okay, stop loss oldunuz bu gün, amma ən azından stop lossunuzu bərpa edib həmin günü çıxa bilərsiniz və növbəti günə hazır ola bilərsiniz. Yəni bazarın əsas prinsipi bazarda sağ qalmağı öyrənməkdir. Biz də diqqət etirsəniz bu sistemə əsasən alış açdıq, stop loss oldu. Sonra isə bu sistemdən aşağı getdik, prinsipcə stop lossumuzu bərpa etdik və kiçik bir mənfəətlə çıxmış olduq. Belə dostlar, ümid edirəm faydalı olmuşdur. Sağ olun.